Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Qarabağ UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbə turunda bugün Bakıda İngiltərənin Chelsea klubu ilə üz-üzə gələcək. Bəs oyun hansı tərəfin üstünlüyü ilə sonlana bilər? Redaktor Asla oyun haqqında fikirlərini bölüşən idman jurnalisti Ağa Dadaşzadə bildirdi ki, Chelsea yaxşı oyun üslubuna malikdir. Eyni zamanda Chelsea amansız futbol oynayır. Məqsədləri qələbədir və çox gol vurmaq istəyirlər. 4 gol, 5 gol vurmağa meyillidirlər. Düzdür, nəzərə alsaq ki, İngiltərədən Azərbaycana yol uzaqdır. Bu zaman ehtimal var ki, Chelsea ikinci heyəti buraxsın. Müsahibimizin sözlərinə görə, belə anlarda Chelsea kimi böyük klubların ikinci heyəti də rəqiblər üçün baş ağrısı olur. Chelsea həqiqətən güclüdür, son dünya çempionudur və son oyunlarda da çox yaxşı təsir bağışlayıb. Üstünlük hər mənada Chelsea ənin tərəfindədir. Amma bugünkü oyunda Qarabağ-dan bir xal gözləmək olar, deyə Ağa Dadaşzadə yekunlaşdırdı.